Fərhad Haydar fizionomist qonağımızdır və fizionomistlik, belə deyək də, insanın üz cizgilərinə baxaraq onun xarakteristikasını, psixologiyasını aydınlaşdırmaq belə bir elm sahəsidir. Biz istəyərdik ki, bax, bu sahə haqqında öncəliklə bir danışaq, daha sonra bu işin bir dərinliklərinə varmağa çalışacağıq. Ümumiyyətlə, fizionomiya nədir? Fizionomiya çox qədim bir elmdir. İnsanlıq tarixində nə qədər geriyə doğru geçsək, bu elmdən rastlaşa bilərik. Yəni, bunun qədim adlarından biri, məsəl üçün, ilmi sima olub və yaxud qiyafətnamə, mərifətnamə, bu şəkildə bunların adları olub. Sonradan isə zaman keçdikcə biraz adları müasirləşərək bugünkü gündə fizionomiya olaraq gəlib çıxıb. Ümumiyyətlə, fizionomiya üzdən, insanın bədən quruluşundan, əl şəklindən, əldəki cizgilərindən insanın xarakteri, potensialları və yaşadıkları travmalar və hətta yaşaya biləcəkləri ehtimalların hamısını birlikdə qiymətləndirə bilən bir elmdir. Ümumiyyətlə, insanlıq üçün çox böyük bir elmdir. Çünki insanın bütün potensiallarını orada kəşf etmək olur və nəyi nədən dolayı yaşayıb, onların hamısını bir şəkildə görmək olur. Ümumiyyətlə, cizgilər nədir? Cizgilər beynimizdəki düşüncələrimizin əlimizə, üzümüzə yansımasıdır. Yəni, biz nə şəkildə düşünürüksə, cizgilər də o şəkildə əlimizdə nəqş olunur. Ümumiyyətlə, illərdir eşitdiyimiz bir misal var. Deyirlər ki, qəlbi necədirsə, insanın qəlbi onun üzünə yansıyır. Haradasa bunu belə sizin dediyinizlə əlaqələndirmək olarmı? Bəli, təbii ki, eləsinədir, mümkündür. Ümumiyyətlə, insanın xarakterini birinci növbədə üzdən görünür. Üz insanın %40-dır. 40% ümumiyyətlə xarakteri üzdən oxunur. Amma %60 isə artıq bu potensialları nə dərəcədə istifadə edir, nə qədər istifadə edir, bunlar əldən baxıb qiymətləndirilir.